Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlərim və buraxılış imtahanına hazırlaşan 9-cu sinif şagirdləri. Bugün mən sizə Dimin 20 sınaq kitabından sınaq 8-in izahını verirəm. Mövzuları görürsünüz. Həmcins üzvlər, xitab və ara sözlər mövzularını əhatə eləyir. İzaha keçməzdən əvvəl qeyd edeyim ki, ekranda gördüyünüz nömrənin WhatsApp ilə əlaqə saxlayaraq həm onlayn, həm də əyani dərslər haqqında məlumat ala bilərsiniz. Və bundan da əlavə, əgər videonu izləyirsinizsə, kanala abunə olmağı təbii ki, videonu bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın. Unutmayın ki, bir videonun ərsəyə gəlməsi müəyyən qədər zaman, vaxt və əmək sərf olunur. Ona görə bunu dəyərləndirmək artıq sizin öhdənizdədir. Buyurun. Birinci sualda nə istəyir? Həmcins üzvlərlə bağlı yanlış fikri müəyyən edin. Yanlışı istəyir bizdən. Baxaq, bütün cümlə üzvləri həmcins ola bilər. Bəli, bütün cümlə üzvləri həmcins olur. Həmcins üzvlər aid olduğu üzvlərlə tabeysizlik əlaqəsində olur. Baxın, desəydi ki, bir-biri ilə tabeysizlik əlaqəsində olur, o zaman düz idi. Amma deyir ki, həmcins üzvlər aid olduğu üzvlərlə tabeysizlik əlaqəsində olur. Xeyr, aid olduğu üzvlə tabeylilik əlaqəsində ola bilər. Tabeysizlik yox. Ona görə cavab elə B variantıdır. C-yə, D-yə, Y-yə də baxaq. Çünki mənim məqsədim ümumiyyətlə izahları verərkən bu A-dır, bu B-dir, bu C-dir deyə deyil. Hər bir variantın detallarına qədər izah etməkdir ki, şagirdlər daha yaxşı anlasınlar ki, bəlkə biri Y-ni seçib, heç B-dirsə, B deyib keçib, Y-ni izah etmək lazım gələndə o uşaq onu başa düşməyəcək. Ona görə C-ni də, D-ni də, Y-ni də izah edirəm. Həmcins üzvlər arasında əsasən vergül işarəsi qoyulur. Bəli, ümumiyyətlə həmcins üzvlərin arasında sadalama intonasiyası varsa vergüldən istifadə edirik. D-də bəzən həmcins üzvlərdən əvvəl yaxud sonra ümumiləşdirici söz işlənir. Bəli, həmcins üzvlərdən əvvəl ümumiləşdirici söz işlənəndə qoşa nöqtə, sonra ümumiləşdirici söz işlənəndə tre işarəsindən istifadə edirik və bu da doğrudur. Həmcins üzvlər arasında tabeysizlik bağlayıcıları işlənir. Bəli, tabeysizlik bağlayıcıları işlənə bilər həmcins üzvlər arasında. Demək, Y-də düzgündür. Baxıram 2. Həmcins hansı üzvlərin həmcins olduğunu müəyyən edib. Xalidə xala sakit və mehriban qadın idi. Gəlin təhlil eləyək. Qadın idi. Kim? Xalidə xala. Necə? Sakit. Necə? Mehriban. İndi bunu təyin ona görə götürdüm ki, çünki qadın nədir? Qadın burada addır, yəni. Ad olduğuna görə mən bunu götürürəm təyin və burada təbii ki, təyinin həmcinsliyinə rast gəlirik. 3-ə baxaq. Cədvələ uyğun fikirləri istəyir bizdən, doğru və yanlış xanasına uyğun olaraq. Xitabdan sonra nida işarəsi də qoyula bilər. Bəli, xitabdan sonra nida işarəsi qoyula bilər. Xitab olan cümlələrdə ara söz işlədilmir. Bu yanlış fikirdir. Niyə işlədilməsin ki? Xitab cümlənin məqsəd və intonasiyaya görə növünü dəyişə bilər. Xitab dəyişə bilmir məqsəd və intonasiyaya görə növünü. Nida dəyişə bilər amma. Ona görə bu yanlışdır. Xitab və ara söz arasında sintaktik əlaqə olur. Xitab və ara söz arasında necə sintaktik əlaqə olsun? Desəydi ki, məsələn, xitab əgər söz birləşməsi ilə ara söz birləşməsi ilə ifadə olunursa, öz arasında məsələn, sintaktik əlaqədən istifadə oluna bilər. Məsələn, deyirəm ki, sözün doğrusu olmaq istəmirəm vicdan oğrusu. Bu formada sözün doğrusu sözündə, bəli, bu üçüncü növtəyin söz birləşməsi formatına uyğun gəldiyi üçün onun öz arasında sintaktik əlaqə ola bilər, uzlaşma idarə götürə bilərik. Amma xitabla ara sözün arasında sintaktik əlaqə yoxdur. Yəni, bu yanlışdır. 5-də, xitabın cümlə ilə məna bağlılığı olmur. Cümlə ilə məna bağlılığı niyə olmasın ki? Olur. Yəni, bu yanlış fikirdir. Əgər ki, biz yanlışdan yanlışı, doğrudan doğrunu seçsək, o zaman 4-ü götürəcəm, 5-i götürəcəm və 1-i götürəcəm. 1, 4, 5 cavab D variantı. Baxaq 4-ə. Biri xitab ola bilir. Köməkçi nitq hissələri xitab ola bilməz. Feili bağlama ümumiyyətlə xitab ola bilmir. Şəxs əvəzliyi də xitab ola bilmir. Yəni, müraciət edə bilmir şəxs əvəzliyi kimi. Təsriflənən feillər ümumiyyətlə ola bilməz. İsimləşmiş feili sifət ola bilər. Bəli, deyirəm ki, oxuyanlar sözüm sizədir. Burada oxuyanlar, bəli, isimləşmiş feili sifətdir və xitab rolunda çıxış edib. İndi isə keçək 5-ə. 5-də nə istəyir bizdən? Eyler-Venn diaqramında altından xətt çəkilmiş sözlərlə bağlı doğru fikirləri göstərim. Tahir, evə vaxtında qayıt. Tahir burada nədir? Təbii ki, xitab. Yazıram, xitabdır bu. Mən əlbəttə ki,
Hələ də onu gözləyirəm. Əlbəttə ki, burada nədir? Modal söz və sintaktik vəzifəsi ara söz. Gəlin baxaq. Birdə yazıb mübtədadır. Yanlış deyir, axı mübtəda deyil. Xitab necə mübtəda olsun ki? Yəni cümlə üzvü olmur ümumiyyətlə xitab. Özündən sonraki sözlə tabeçilik əlaqəsindədir. Yanlışdır. Tabeçilik əlaqəsində deyil. Ümumiyyətlə 1 ilə 2 yanlış olduğuna görə gəlin çıxaq. Aha, qalır 2 dənə variant. Cümlə üzvü deyil. Bəli, modal sözdə cümlə üzvü olmaz, xitab da cümlə üzvü olmaz. Ona görə 3 düzgündür. 4-ə baxıram. Cümlədə işlənmə yeri dəyişdirilə bilər. Biz bilirik ki, xitab cümlənin əvvəlində, ortasında, sonunda gələ bilər. Eləcə də modal söz əvvəldə, ortada, sonda gələ bilər. Bəli, ona görə 4 də düzgündür. İsmin adlı halındadır. Birincisi, ismin adlı halında ola bilməz. Bu çünki modal sözdür. Ona görə çıxıram. Söz birləşməsi şəklindədir. Hə, indi deyirsiniz ki, bəs bu Tahirə aiddirmi? Yəni, bu buna aiddirmi? Bəli, bu buna aiddir. İsmin adlı halındadır. Bu, burada yazılsaydı düzgün olardı. Amma burada görürsünüzmü, yazılmayıb. Ona görə də 5-i götürmürəm. Söz birləşməsi şəklindədir. Heç biri söz birləşməsi şəklində deyil. Ümumiyyətlə, modal sözlər necə... Yəni, burada əlbəttə ki, modal sözdür və burada söz birləşməsi formasında deyil. Ona görə çıxıram. Demək, bu olacaq, demək, burada 3 və 4. 3 və 4 B variantı. Sonra 6-da. Xitab işlənmiş nümunəni müəyyən edin. Sən nə qədər ciddi hazırlaşıbsan? Burada, demək, nida işarəsi qoyub, amma xitab yoxdur burada, görürsünüz ki, A-da. Adil, Fərhad gəldilər. Baxın, burada vergül işarəsi qoyub bir ara, yəni çox, necə deyim, belə yayğın sual idi bu. Adil, Fərhad gəldilər deyə bilmirəm. Yəni, Adili mən burada xitab kimi götürsəm də Fərhad gəldi deməliydim xitab kimi götürmək üçün. Demək, burada həmcins üzvdür bu. Ona görə burada lər şəkilsindən istifadə olunmuşdur. Demək, buna görə də mən B-ni götürmürəm. İndi çoxları sənə həsəd aparır. Azərbaycan. Bəli, Azərbaycan burada xitabdır. Elə cavabımız C variantıdır. Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri. Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri. Yoxdur burada. Qoy mən yenə bu barədə ətraflı düşünün. Burada da görürsünüz ki, müraciət obyekti yoxdur. Ona görə cavab olur C variantı. 7. Ara söz işlənmiş nümunəni müəyyən edin. Kaş ki deyilənlər yalan olaydı. Kaş ki burada nədir? Burada təbii ki, arzu ədatıdır. Bizə nə lazımdır? Ara söz işlənməsi lazımdır. Birləri çıxdıq. Olmaya onu tanımırdın. Olmaya burada bəli, ara sözdür. Demək, 2-ni götürürəm. Nəhayət, bizi də dəvət etdilər. Nəhayət, ümumiləşdirmə bildirən modal sözdür və sintaktik vəzifəsi də ara söz. Bundan həqiqətən dərs çıxarmaq lazımdır. Həqiqətən, şəksiz, şübhəsiz, doğrudan da bəli, yəqinlik bildirən modal söz və ara söz mövqeyində də çıxış edir burada. Mən indi də qəzetlərə xülasə yazıram. Burada xülasə isimdir. İsim. Yəni, xülasə bilirsiniz, isim kimi işlənə bilir. Nəhayət isim kimi işlənə bilir. Qərəzdir. Yəni, bunlar isim kimi işlənə bilir. Bir tərəf isə modal sözdür. Amma bunları biz amonim kimi götürmürük. Ona görə 5 də yanlışdır. 5 də yanlışdırsa 2, 3, 4 cavab olur A variantı. Uyğunluğu müəyyən edin 8-də. Nəticə bildirən ara söz, yəqinlik və söz birləşməsilə ifadə olunan xitab istəyir bizdən. Ey kür, susuz çölləri canlandırırsan. Burada ey kür, görürsünüzmü? Ey kür formasında işlənmişdir. Demək, burada bir dəqiqə yəqinlik nəticə bildirən, nəticə bildirən, yəqinlik bildirən. Burada söz birləşməsi formasında ifadə olunan demək istəyirdi. Yəni bu ey kür burada söz birləşməsi deyil ki. Bu burada nidadır, bu da burada kürdə isimdir. Ona görə A-nı çıxıram. A-nı çıxaq ümumiyyətlə. A-ları çıxdıq. Aha. Çıxdıq. Mənim dostum, bir əldə 2 qarpız tutmaq olmaz. Mənim dostum, baxın burada söz birləşməsi formasında ifadə olunan xitabdır. Yazdım B-yə. 3-ə. B. Beləliklə, bu gün işləri tamamlayırıq. Bu, nəticə bildirir beləliklə. Demək, 1-ə yazıram C. Sonra, güman ki, qonaqlar bu gün gələ bilməyəcəklər. Güman ki, bildirir, yəqinlik yox, güman bildirir bu. Şübhə bildirir. Ona görə D-ni də çıxaq. Cavab A variantı qalır, amma yenə baxaq. 7-dir ki, doğru söz acı olar, əlbəttə, şəksiz, şübhəsiz mənasında. Yəqinlik bildirir, bəli, Y. 1-ə C, 2-yə Y, 3-ə B, A variantı.
9-a baxaq. Tofiq kişi bir tərəfdən sevinir, digər tərəfdən kədərlənirdi cümləsində həmcins üzvlərdən nə ixtisar olunub? Bir tərəfdən sevinirdi, digər tərəfdən kədərlənirdi. Bunu necə tapırıq ümumiyyətlə? Sonuncuya əsasən müəyyənləşdirirəm. Bax, bura qədər buradakı olan şəkilçilərə baxıram. Ir zaman şəkilçi ilə bitdimi? Burada da bitdimi? Bəli. Demək, bir dəqiqə üzr istəyirəm. İr şəkilçisi ilə bitdimi? Demək, burada D-dir. Biz də zaman şəkilçisindən sonra zaman şəkilçiləri üstə gəlmə idi, imişi deyirdik də. İmiş, isəni deyirdik. Və ona görə də burada idi nədir? Hissəcik. Burada isə ixtisar olunmuşdur. Ona görə A variantı bizim doğru cavabımız olacaq. Bərpa olunmalı durğu işarələrinin ardıcıllığını istəyir. İndi bəzi şəxslər, məsələn, tələbələr və şagirdlər çox sevinirdilər. Burada bəli, ümumiləşdirici sözlər istifadə olmuşdu və biz deyirdik ki, yəni məsələn bağlayıcısı əgər istifadə olunursa özündən əvvəl vergül, daha sonra qoşa nöqtə işarəsindən istifadə edəcəyik. Ona görə burada olacaq vergül qoşa nöqtə, cavab B variantı. Qrammatika suallarının izahı bu qədər. İndi isə keçək demək, mətn izahına. Mətndə ağıllı vəzirin günahsız adamı dar ağacından xilas etməsi barədə idi. Yəqin ki, mətnlə tanış olmusunuz. Mətnlə tanış olmamısınızsa, mətni oxuyaraq, yəni videonu saxlayaraq mətnlə tanış olub, daha sonra sualları mənimlə bərabər cavablandıra bilərsiniz. Baxaq, demək, nə istəyir bizdən? Demək, 11-də deyir ki, mətnlə bağlı verilmiş fikirlərdən səhv olanı müəyyən edim. Səhv olan, baxaq. Y'dən başlayaq. Abbasın edam ediləcəyi xəbərini şah və vəzirdən başqa ən azı 2 adam da bilirdi. Burada şagirdlər çaşırlar. Çaşmağa ehtiyac yoxdur. Baxın, burada deyir ki, gözətçilər onu dar ağacına apararkən hadisədən xəbər tutan ağıllı vəzir. Vəzirlə şah bilirdi də onsuz da, düzdürmü? Bizə deyir ki, Abbasın edam ediləcəyi xəbərini şah və vəzirdən başqa ən azı 2 nəfər bilirdi. Gözətçilər bilirdimi? Gözətçi demir ki, biz bilmirik burada 3 nəfərdir, 2 nəfərdir. Ən azından 2-dən çox nəfər var burada. Düzdürmü? Düzdür. Bundan başqa, dar ağacının yanına gətirəndən sonra hakim ondan soruşurmu? Hakim da artıq 3-cü şəxs kimi qələmə verə bilərik. Burada əgər çoxdursa 4, burada məsələn bunu 5 kimi qələmə verə bilərik. Ən azından görürəm ki, burada 2 nəfərdən çoxdur. 2 nəfərdən çoxdursa təbii ki, Y variantı düzdür. Bizə yanlış istəyir axı. Ona görə götürmürəm. Əhali arasında özünə qarşı münasibət şah üçün əhəmiyyətli idi. Bəli, əhəmiyyətli idi. Çünki şah əməlli başlı qorxuya düşür. Bax, burada verib. Cəmaət onu bəd insan kimi tanıyacaq. Demək, əhalinin fikri onun üçün maraqlıdır. Deyini çıxıram. Abbasla bağlı verilən qərar məhkəmədə müzakirə edilmir. Bəli, məhkəmədə müzakirə edilmir. Abbası dar ağacından assınlar deyə şah elə yemək stolunda əmr verir. Bu məhkəməyə nə zaman gətirildi ki, məhkəmədə də yəni qərar verilsin, müzakirə olunsun. Ona görə C düzgündür. Bəzən söz-söhbət insan taleyini həll edə bilər. Bəli, görürsünüz, onun haqqında yaxşı söz-söhbətlər gəzmir, insanlar o şayiələrə inanırlar, şah da onların fikrinə uyur. Təbii ki, vəzirin onu xilas etdiyi ana qədər. B düzdür. Baxıram A-ya, mətndə padşahın düşüncəli davranışından danışılır. Əksinə, düşüncəsiz davranışından danışılır, yəni düşüncəsiz. Ona görə ki, yəni şayiələrə inanır, dedikodulara inanır və o da doğru qərar vermir. Ona görə cavab olacaq A variantı. 12. Mətnə görə nəyi demək mümkün deyil? Hadisənin baş verdiyi şəhərin əhalisi uydurmalara inanırdı. Bəli, inanırdı ki, elə, yəni bu şayiələr də artırdı, vüsət alırdı. Vəzir Abbasla bağlı edam qərarının verildiyi zaman orada deyildi. Bu düzgündür, bəli, orada deyildi. Çünki deyir ki, gözətçilər onu dar ağacına apararkən hadisədən xəbər tutan ağıllı vəzir. Madam ki, vəzir şahın yanındaydı, nəyə görə hadisədən onu dar ağacına apararkən xəbər tutur? Ona görə demək ki, orada deyildi, yəni. B də düzgündür. Çünki bizə deyir ki, mümkün deyil. Mətnə görə nəyi demək mümkün deyil? Vəzirin ürəyi yandığı üçün Abbasa kömək etdi. Bəli, vəzir ona yazığı gəlir və ona kömək edir. C düzdür. Sonra burada D-də deyir ki, hakim müttəhimin fikirləri ilə maraqlanmırdı. Hakim müttəhimin fikirlərinə niyə maraqlanmasın ki? Bəs dar ağacına gətirəndə hakim ondan soruşur. Əgər maraqlı deyildisə, niyə onun son istəyini soruşsun ki, son istəyin nədir? Ona görə D variantı bizim yanlış fikrimiz olacaq. Şah əhalinin fikrini nəzərə alırdı. Bu düzgündür. Bayaqki sualı da ithafən deyə bilərik. 13. Mətnlə bağlı yanlış fikirləri müəyyən edir. Əkbər şahın fikri şəhər əhalisinin fikri ilə üst-üstə düşdü. Yox. Bu düzgündür. Yəni yanlış deyil. Bəli, üst-üstə düşür.
yəni beləliklə ağıllı və humanist vəzirin sözləri günahsız bir insanı ölümdən qurtarır və cəmaət onu bəd bir insan kimi tanıyacağından qorxduğu üçün. Sonra bəzən təsadüflər həm də insanlar arasında həm bunu misal göstərə bilər, həm də insanlar arasında axı şayələr gəzirdi onun yəni kim görürdüsə, baxın burada deyirdi də, onu deyir kim görürdüsə, Abbasla görüşürdüsə, onu elə bil ki, bəd bir nəsə gözləyirdi. Ona görə yəni şahla ilə insanlar eyni fikirdə idi. Bəzən təsadüflər insan taleyini həll edə bilir. Bəli, bu düzgündür. Vəzir Abbasa kömək etməklə öz günahını azaldır. Xeyr, onun nə günahı var idi ki? Heç bir günahı yox idi. Gözətçilər vəzirə Abbas haqqında məlumat çatdırırlar. Məlumatı çatdıran onlar olmur. Gözətçilər onu dar ağacına apararkən hadisədən xəbər tutur. Yəni demir ki, orada yəni gözətçilər aparırlar, xəbər ona deyirlər. Xeyr, bu da yanlışdır yəni. Vəzir heç bir cinayəti olmayan adamın edam edilməsini qəbul etmir. Bəli, bu düzgündür. Səhvləri istəyirsə bizdən yanlışları 3 ilə 4 olacaq D variantı. 14. Mətnin ilk abzasına aid yanlış fikri müəyyən edin. İlk abzasında bizə məlumat verir. Bax burada. Qədim zamanlarda uzaq şəhərlərin birində Abbas adlı bir adam yaşayırdı. Onun haqqında şəhərdə xoşagəlməz uydurmalar yayılmışdı. Cəmaət arasında belə fikir var idi ki, Abbası səhər-səhər ac qarnına görənlər ya həmin gün ac qalacaqlar, ya da bəziləri nahardan sonra görəndə üzünü yana çevirib keçirdilər. Yəni, bu oldu mətnin birinci abzası. Birinci abzası haqqında yanlış fikri istəyir ha bizdən. Doğru fikri yox, yanlış fikri. Hadisələrin zaman haqqında məlumat verilir. Burada deyir də qədim zamanlarda deyir. Bax, burada bəli, qədim zamanlarda. Ona görə bu düzgündür. Hadisənin harada baş verdiyi deyilir. Şəhərdə uzaq şəhərlərin birində deyir yəni. Bunda deyir. C-dədir ki, sonraki abzaslar üçün ilkin məlumat rolunu oynayır. Bəli, oynayır. Ümumiyyətlə, girişlər həmişə sonraki abzas üçün yəni bir məlumat rolunu oynayır. Yəni, giriş deyirik ona görə ona. Şəhər əhalisinin narahatlığı haqqında müəyyən məlumat əldə etmək olar. Bəli. Burada deyir ki, onun haqqında xoşagəlməz uydular cəmaət arasında fikirlər yaranırdı. Yəni ki, bəziləri həmin gün tamamilə ac qalacaqlar. Səhər-səhər əgər görərdilərsə onu. Bunu götürə bilərik, yəni düzgün kimi. Məntiqi ardıcılığı pozan cümlə işləmişdir. Heç bir məntiqi ardıcılığı pozan cümlə yoxdur. Elə ona görə də cavab olacaq Y variantı. 15. Hansı cümlədə mətndə qarşısına rəqəm yazılmış sözlərdən biri ilə konteksə uyğun yaxın mənalı söz yoxdur? Gəlin baxaq görək sözlər hansı sözlər idi? Yaşayırdı. Baxaq. Yaşayırdı, sonra fikir, baxaq, 3 çevirib, yaşayırdı, buradan yazaq, demək, yaşayırdı, 2, fikir, 3, bir dəqiqə çevirib, 4, bir dəqiqə düşünür, 5, nə qəşəng 5 yazdım. 5 var idi mi? 5 yox, 4-ə qədər idi məncə. Yox, hadisə də var idi burada, hə. Hadisə. Gəlin baxaq 1-ə. 1-ə nə yazıb? Yaşayırdı. Kəndin ən qoca adamı bircə nəvəsi ilə sakit ömür sürürdü. Yaşayırdı, uyğun gəlir. Yəni deyir ki, yaxın mənalı söz yoxdur. Sonra 2-yə, ümumi rəy belə idi ki, ümumi fikir belə idi ki, yəni uyğun gəlir. 3, çevirib, başını sağa döndərib, çevirib, uyğun gəlir. Sonra 4-ə baxaq, düşünür. Fikirləşdi ki, yeni təyinatını hərbi hissə komandirinə bildirsə yaxşıdır. Fikirləşir, düşünür, uyğun gəlir. Burada hadisə sözü qalır. Narahatlığını davam etdiyini görüb bir kəlmə də demədi. Bu uyğun deyil, yəni yaxın mənalı deyil. Elə cavab olacaq D variantı. 16-ya baxaq. Çərçivədə verilən sözlə bağlı doğru fikri müəyyən edin. Çərçivədə verilmiş söz xoşagəlməz, onun haqqında şəhərdə xoşagəlməz uydurmalar yayılmışdı sözüdür. Gəlin bunu yazaq. Bura xoşagəlməz. Xoşagəlməz uydurmalar yayılmışdı. Demək, burada deyir ki, bizə həqiqi mənadadır. Xoşagəlməz uydurma həqiqi mənada deyil. Doğrunu istəyir bizdən. Yanlışdır. Birləri çıxaq. Aha.
Sonra baxıram, demək, 2-yə arzu edilməyən, bəyənilməyən. Bu düzdür də, xoşagəlməz arzu edilməyən mənasındadır. Məcazidir, bəli, məcazidir. İnsanlarla xoş münasibət göstərməyən, xoşagəlməz münasibət insanlara xoş münasibət göstərməyən mənasında deyil, yanlışdır. Əsəbi sözünün qarşılığıdır. Xoşagəlməz əsəbi ola bilməz. 5-də yanlışdır. O burada istənilməyən adam olduğunu düşünürdü. Yəni bəli, xoşa gəlməyən adam olduğunu düşünürdü. Həmin mənaya uyğun söz işlənmişdi. Bu uyğun gəlir yəni. Ona görə 2, 3, 6 cavab olacaq Y variantı. Sonra 17. Üzərində rəqəm yazılmış hansı sözlər həqiqi mənalıdır? Baxaq. Deyir ki, Abbas adlı bir adam yaşayırdı. Həqiqi mənalıdır. Bizə həqiqini istəyirdi. Məcazini sonda baxarıq. Fikir. Cəmaət arasında belə bir fikir var. Dəqiqə baxaq, həqiqini istəyir, məcazini istəyir. Hansı sözlər həqiqi mənadadır? Həqiqi mənalıdır. Aha. Qədimcə uzaq şəhərlərin birində Abbas adlı bir adam yaşayırdı. Üzərində rəqəm yazılan deyilir. Bir dəqiqə. Üzr istəyirəm. Burada rəqəm yazılan yayılmışdı. Uydurmalar yayılmışdı. Yayılmaq burada məcazi mənadadır təbii ki. Baxaq, cəmaət arasında belə Abbası səhər-səhər ac qarnına görənlər həqiqi mənadadır. Sonra üzünü yana çevirib, çevirmək həqiqi mənadadır. Sonra ölkənin hökmdarı həqiqi mənalıdır. Əkbər şaha çatır. Ölkənin hökmdarı Əkbər şaha çatır məcazi mənalıdır. Sonra 5-dən sonra varmı? Baxaq, 6 filan varmı? Yox, adətən olmur, amma yenə də, aha, yoxdur. İndi bizə burada nə istəyirdi? Həqiqi mənalılar istəyirdi. Həqiqi mənalılar burada demək oldu 2, sonra oldu 3, görəndə, çevirib sözünü dedim, bayaqları görəndə. Nahardan sonra görəndədir burada. Yenə də bu 3-ə baxıb, bu 3-ü nəzərdə tutmuşam. Yox. Burada görəndə sözüdür, həqiqi mənalıdır. Hökmdar sözü də bəli, bu da 2, 3, 4 həqiqi mənalılar bunlardır. Cavab olur A variantı. 18. Mətndə tünd qara hərflə verilmiş cümlədə fikir haqqında doğru fikirləri istəyir bizdən. Tünd qara hərflə verilmiş fikirlər. Aha. Deyir, bunu eşidən hakim tez şahın yanına gəlib vəziyyəti ona bildirir. Cümlə budur. Bunu eşidən hakim tez şahın yanına gedib vəziyyəti ona bildirir. İndi burada deyir ki, bizə haqqında doğru fikir hansıdır? Baxaq, hakim hər eşitdiyi fikri şaha çatdırır. Yəni, buradan bu nəticəyə gələ bilmərik əslində, hər şeyi çatdırır. Hakim insanların düşüncəsinə hörmət edir. Yox. Yəni, düşüncəsinə hörmət edir, yox. Yəni, sadəcə fikir şahın haqqında olduğu üçün yəni fikri deyirik ki, sonuncu sözün yəni istəyini məni bu günləri Əkbər şah görmüşdü də. Hə, onu dar ağacı gözləyir, yəni. O fikir olduğuna görə aparır, yəni çatdırır. Sonra C-dir ki, hakim şahın yanına gedə bilir. Bəli, gedə bilir. C variantı da elə cavab. Şah hakimi diqqətlədiyində bu barədə bir məlumat yoxdur. Abbas xəbəri eşidəndə sevinir. Bir dəqiqə. Həmin cümlə haqqında deyil də, ondan sonraki cümlə haqqında deyə bilərik bunu. 19-a baxaq. Deyir ki, Abbas haqqında fikirlər Əkbər şaha çatır. Nəticədə nə olur? Əkbər şah Abbası saraya gətizdirir də. Abbası saraya gətizdirir. Sonra Əkbər şahın Əkbər şah edam qərarından əl çəkir və səbəb nə idi? Çünki hakim Abbasın sözlərini şaha çatdırmışdı. Çatdırır. Ona görə də edam qərarından əl çəkir. Baxaq 20-yə. Altından xətt çəkilmiş sözə əsasən cədvəli tamamlayın. Altından xətt çəkilmiş söz. Baxaq görək hardaydı. Qarma-qarışıq olan, gözətçilər onu dar ağacına apararkən hadisədən xəbər tutan ağıllı vəzir özünün fikirləri qarma-qarışıq olan, çaşbaş qalan Abbasa çatdıraraq ona deyir.
Aha, baxaq. Nə istəyir bizdən? 20-dən deyir ki, altına xətt çəkilmiş sözə əsasən cədvəli tamamlayın. Qarmaqarışıq, anlaşılmayan, və yaxud da dolaşıq, qarışıq, dolaşıq mənasında deyə bilərik. Məsələn, deyirəm ki, dolaşıq düşüncələrlə doludur beynim. Bu formada qarşılığını işlədə bilərik. Və yaxud da anlaşılmayan düşüncələrlə o sözü də işlədə bilərik. Demək, birinci mətnin izahı bu qədər. Birinci mətn bədii üslubdaydı. İndi isə keçirik publisistik üslubda verilmiş mətnin izahına. Mətn 21-30 saylı tapşırıqları bu mətnin əsasındadır. Təkbuynuz kimdir? Demək, burada qədim zamanlarda səyahət edən səyyahların söhbət açdıqları ki, yəni təkbuynuzlardan, sonra qrifondan, şirlə qartalın qarışığından və yaxud da parlaq pullarla örtülü su pərlərindən söhbət açırdılar və insanların bəziləri də onlara inanırdı. Bu barədədir, yəni mətn. İndi gəlin, mətni əgər siz tanış deyilsinizsə, videonu saxlayıb mətnlə tanış olub, daha sonra sualları mənimlə bərabər cavablandıra bilərsiniz. Baxaq. Demək, burada nə istəyir bizdən? Demək, deyir ki, burada mətnə əsasən altından xətt çəkilmiş ifadəni kontekstə uyğun sözlər əvəz etmək mümkündür. İndi altından xətt çəkilmiş sözlərə baxaq burada. Altından xətt çəkilmiş başlarına gələn maraqlı hadisələr haqqında danışırdılar. Bunun altından xətt çəkilib. Başqa varmı? Məncə yoxdur. Amma yenə də bu tərəfə də baxım. Yoxdur. Başlarına gələn. Aha. İndi o cümləni oxuyum. Çünki burada bəzən şagirdlər çaşırlar. Buna cəsarəti çatanlar və evlərinə sağ-salamat dönənlər uzaq ölkələrdə gördükləri qəribə şeylər. Bax, uzaq ölkələrdə gördükləri qəribə şeylər. Başlarına gələn maraqlı hadisələr haqqında danışırdılar, yəni. Bax, burada indi başlarına gələn sözünü. İndi burada bizim cavabımız olacaq qarşılaşdıqları və rastlaşdıqları. Gördükləri nəyə görə götürmürəm? Çünki bundan əvvəlki cümlədə onsuz da gördüklərindən danışırdı. Bizə lazım olan, yəni orada verilən sözün qarşılığının işlənməsidir ki, hansı ki o sözdə nə idi? Başlarına gələn sözü idi. Ona görə burada cavab olacaq C variantı. 22. Mətnin məzmununa əsasən ehtimal etmək olar. Ehtimal etmək olar. Baxaq Y-dən. Axtarışlar çox vaxt nəticəsiz qalır. Bəli, burada deyirdi ki, aydındır ki, bu axtarışlar heç bir nəticə verməmişdi. Bəzən bəli, nəticəsiz qala bilir. Demək, Y düzgündür. Sonra, yəni ehtimal deyil də düzgündür, doğrudur. Doğru. Təkbuynuz rusların yaşadığı ərazilərdə mövcud olub. Bu, yəni yanlışdır. Çünki burada deyirdi ki, Rus ordusunun təkbuynuz adlandırırdılar. Yəni şəkli filan var idi Rus toplarının üzərində. Amma deyə bilmərik ki, orada yaşayırdı. Səyyahlar ümumiyyətlə onun yaşadığı haqqında, varlığına inansalar belə yox idi. Səyyahlar getdikcə ölkənin folkloru haqqında getdikləri ölkənin folkloru haqqında həmişə məlumat öyrənirdilər. Bu verə bilərik, yəni doğru kimi. Uzaq ölkələrə səyahətlər təhlükəli, çətin idi. Bu ümumiyyətlə elə birinci abzasda yazılmışdı. Uzaq səyahət çox uzun sürür, təhlükəli olurdu. Bu barədə məlumat vermişdi, yəni bu doğrudur. A-da deyir ki, səyyahlar mifik heyvanlar haqqında məlumatları gəldikləri ölkənin əhalisindən eşidirdilər. Ağızdan ağıza yayılması haqqında məlumat var idi burada. Ki, bu hekayələr deyir, ağızdan ağıza yayılaraq biraz deyir, maraqlı, cəlbedici olurdu. Buradan biz ehtimal edə bilərik ki, ağızdan ağıza yayılmağı, yəni oranın əhalisi tərəfindən olurdu. Ona görə A variantı bizim ehtimal cavabımız ola bilər. 23. Hansı cümlə ilə mətnin giriş hissəsini genişləndirmək olar? Giriş hissədə nədən bəhs olunurdu? Gəlin baxaq həmin hissəyə. Və burada qəribə demək, məxluqlardan, hansı ki, dənizçilər uzunluğu 60, qalınlığı 6 metr olan parlaq mavi gözlü adam yeyən dəniz ilanlarından danışırdılar. Yaşayan dənizçilərdən, dipsiz girdablarda olan pərlərdən, su pərlərindən söhbət açırdılar. Yəni, bununla genişləndirə bilərik. Mətnin giriş hissəsi ancaq bundan bəhs edir. Baxaq. A-da deyir ki, həmin toplar hədəfi daha yaxşı vurması ilə seçilirdi. Yox.
Yəni topdan bəhs olunmur da axı. Kentavrlara bağlı çoxlu ədəbiyyat nümunələri qalmaqdadır. Burada yox, uyğun gəlmir, yəni. Bəlkə kentavrları misal gətirə bilərdilər, amma yəni dənizdə artıq yox. C-də onların arasında çoxlu əfsanə və miflər yaranmışdı. Bunu uyğun götürə bilərik. Bəli, artıq burada su pərisindən filan danışırdı. Sonra ilandan danışırdı. Sonra deyə bilər ki, genişləndirə bilərəm də. Deyə bilər ki, onlar haqqında miflər və çoxlu rəvayətlər, əfsanələr var, deyə bilərik. Hətta bir nəfərin həmin buynuzu ələ keçirdiyini də bildirirlər. Burada heç ümumiyyətlə buynuzdan söhbət getmir də axı. Y-də Homerin əsərlərində yarı şir, yarı qartal olan varlıq təsvirini ümumiyyətlə giriş hissədə bu barədən danışılmır. 24. Demək 23-də cavab oldu C variantı. Məncə kifayət qədər aydın olar sizə. Mətnə hansı suala cavab yoxdur? Olmayan istəyir bizdən. Quyruğu olan qəribə varlıq yalnız su pərisi idimi? Yalnız su pərisi idimi? Aha, bunun var. Dənizçilərin hekayələrinə insanların münasibəti necə idi? İnanırdılar. Var. İndiki dövrümüzdə tədqiqatçılar mifik varlıqlar maraqlandırıbmı? İndiki dövrdə baxaq görək müasir dövrdə nə deyirdi? Hə, bəli, maraqla çalışırlar. Yəni aydınlaşdırmağa ki, real prototip hansı heyvanlar olub? Bu barədə var. Demək, D-dədir ki, şirlə qartalın qarşı olan heyvana niyə qrifon adı verilmişdi? Qrifon adından bəli, burada danışır, amma ona niyə qrifon adının verildiyi haqqında bir məlumat vermir, yəni. Ona görə bu uyğun deyil. Yəni, bu sualın cavabı yoxdur, D-nin. Müalicəvi əhəmiyyətli mifik varlıqlar var idimi? Var idimi? Baxaq görək, müalicə əhəmiyyətli. Baxaq görək. Köməyi ilə danışırlar ki, güya həmin buynuzun köməyi ilə mayedə zəhər olduğunu təyin etmək mümkün imiş. Onu lap çoxdan çalışır. Tilsim, buynuzda tilsim olmağı haqqında. Yəni bunu deyə bilərik ki, hə. Yəni inanıblar, yəni elə bir şeyə. 25-də mətndə çərçivə daxilində verilmiş sözün kontekstdəki mənasına uyğun ifadə hansıdır? Baxaq mətndə çərçivə daxilində verilmiş sözə. Tilsim. Burada deyir ki, ən maraqlısı isə onun alnında bir uzun burma buynuz varmış, tilsim var imiş. Baxaq görək bu tilsimin nə mənasında biz işlədə bilirik. Hər aşığın bir dövranı, hər günün öz hökmü var. Burada tilsimlə əlaqəli bir şey yoxdur gördüyünüz kimi. Onun bu məsələyə belə sakit yanaşması yenə də tilsimin yerinə hər hansı bir ifadəni qoya bilmirəm burada. Qoca sehrin təsir edəcəyini, bəli, tilsimin sehrin təsir edəcəyini gözlərdi. C variantı bizim elə sehr tilsim sözünə uyğundur. Ona görə cavab oldu C variantı. D-yə də kimyəvi reaksiya artıq öz təsirini göstərmişdi. Yox, uyğun gəlmir. Böyük maneəyə rast gələndə onu dəf etməyə qarşılayan məqsəd qoymalısan. Bu da görürsünüz ki, tilsimlə əlaqəsi yoxdur. Tünd qara hərflərlə verilmiş sözlə bağlı doğru fikri müəyyən edim. Tünd qara hərflərlə verilmiş fikir. Məncə burada qəribə sözü idi. Baxaq yenə də. Aha, qəribə sözüdür. Gəlin baxaq həmin sözə işarə edək. Aha, qəribə. İndi baxaq burada qəribə nə? Gördükləri qəribə şeylər. Aha. İndi bizdən nə istəyir? Hə, təbii ki, həqiqi məcazi mənasını istəyir. Həqiqi mənadadır qəribə şey. Demək, bu düzgündür. Sonra qeyri-adi. Çox maraqlı mənasını işlənmişdir. Bəli. Yazın bura qəribə. Çox maraqlı, qeyri-adi. Məcazi mənadadır. Yox, üçləri çıxaq. Aha. Onun getdiyi yerdə görünməmiş bir hadisə baş vermişdi. Həmin sözə uyğun gəlir. Görünməmiş hadisə, qəribə bir hadisə. Uyğun gəlir təbii ki. Başqa özgə sözlərinin qarışığıdır. Qəribə, özgə hadisə uyğun gəlmir, yəni. Bu yanlışdır. Bu yerlərdən bir qərib yolcu keçirir cümləsində mətnin həmin mənaya uyğun söz işlənmişdir. Bir qərib sözünə qəribə sözünün nə əlaqəsi var? Qəti şəkildə əlaqəli deyil. Altında çıxıram. Cavab qalır 1, 2, 4. Y variantı. 27. Üzərində rəqəm yazılmış hansı ifadələr mətndəki yerinə görə bir-birini əvəz edə bilər? Baxaq. Demək, rəqəm yazılmış sözlər. Haradadır 1? Görənmədim. Danışırdılar.
Bax, burada danışırdılar. Qələmi dəyişim, qara ilə işarələyək. Danışırdılar. Söhbət açırdılar. Aha, elə birlə 2 bir-birinə uyğun gəlir. Sonra 3-də israr edirdilər. 4 hardadır? Axtarışlar uyğun gəlmir. Reallıq uyğun. Axtarış, reallıq. İsrar edirdilər. 5 var, 6 varmı? Baxaq. 6 varlığına. Nəyin varlığına? Bir dəqiqə. Su pərisinin varlığına, reallığına. Hə, varlığına, reallığına. Demək 5 ilə də 6 uyğun gələcək. Demək 1, 2, 5, 6. Bir də baxaq görək cavab varmı? 1, 2, 5, 6 elə A variantındadır. Bəli. 28. Mətnlə bağlı doğru fikirləri istəyir bizdən. 28-də. Kentavrlar yarı qartal, yarı şir kimi təsvir olunmuşdu. Gəl baxaq görək elə idimi? Kentavrlar yarı adam, yarı at. Yəni şirlə bağlılığı yox idi. Ona görə elə bu variantı çıxıram. Biri çıxdıq. Sonra səyahətlərdən sonra üzən, uçan balıqlar haqqında danışılırdı. Üzən, uçan balıqlar, bu barədə məlumat məncə yox idi. Üzən, uçan balıqlardan ümumiyyətlə adı keçmirdi onun. Ona görə 2 də yanlışdır. 2-ni də çıxaq. Cavab A qalır, amma yenə baxaq. Səyahətdən qayıdanların danışdığı yalnız heyvanlarla məhdudlaşmırdı. Bəli, bu düzdür. Təkbuynuzun bir neçə heyvanın xüsusiyyətlərindən ibarət olduğu təsvir olunur. Bəli, burada təkbuynuzlar yəni deyir ki, heyvanın başı, bədəni at imiş, üzündəki saqqal keçi saqqalına, quyruğu şir quyruğuna bənzəyirmiş. Yəni bir neçə heyvanın elə bir ki, mutasiyası, belə deyək də. Ona görə 4-ü də götürürəm. Alimlər mifik heyvanların hansı heyvan arasında əsasında düşünüldüyü ilə maraqlandı. Bu həmin abzası göstərdim sizə. Bax, bu abzası idi o ki, bəzi çalışırlar ki, görürsən bu mifik varlıqların real prototipi hansı heyvan olub. O barədə araşdırma getmişdi, bəli. Ona görə cavab olacaq burada 3, 4, 5 A variantı. 29. 29-da nə istəyir bizdən? Deyir ki, mətnə əsasən Eyler-Venn diaqramını tamamlaya bilən fikirlər. Müasir alimlərin mifik varlıqlara münasibəti, qədim dənizçilərin mifik varlıqlara münasibəti necə olmuşdu? Baxın, müasir alimlər belə varlıqların real olmadığını, yəni real olmadıqlarını, uydurulduğunu bildirmişlər, yəni qəbul etmişdilər. Bir də tədqiqat mənbəyi kimi baxmışlar. Tədqiqat mənbəyi, hansı ki, onların ki, şairlər gəzən heyvanların hansı demək, nəsildən törədiyini, nəyə əsasən, yəni o yarandığını müəyyənləşdirmək üçün. Qədim dənizçilər varlıqlara inanırdılar, dənizçilər və müxtəlif hekayələr danışırdılar. Və qorxurdular, bəziləri qorxurdular. Yəni deyir ki, tək-tük adamlar yəni çıxırdı da, cəsarəti olan adamlar dənizə. Yəni burada yaza bilərik ki, ortada mifik məsələn varlıqlarla maraqlanmışlar. Bunu ortaya yaza bilərik. Baxaq 30-cu və sonuncu suala. Mətnində qarşısında işarə qoymuş sözlər əsasında cədvəli tamamlayan fikirləri müəyyən edin. Üzərində mi deyir, yoxsa qarşısında rəqəm qoyulmuş sözlər əsasında? Baxaq, qarşısında rəqəm qoyulmuş sözlər hansılardır? Bu qədər yazmışam ki, artıq görə bilmirəm. Demək, burada qarşısında rəqəm yazılmış söz, rəqəmmi, yoxsa işarə? İşarə qoyulmuş, artıq yorulmuşam. İşarə qoyulmuş sözlər əsasında istəyir bizdən. İşarə qoyulmuş sözlər, bax burada bir mifik söz idi, səhv etmirəmsə. Aha, mifik söz idi. İşarəliyim həmin hissəni. Mifik söz idi. Bir də haradaydı?
Mifik bir də həkk olunmuşdu. Bizə burada nə istəyir? Həkk olunmuşdu. Qədim toplarında həkk olunmuşdu. Həqiqi mənadadır. Burada mifik heyvan, bu da. İndi gəlin burada deyir ki, kontekstə uyğun qarşılığını mifik sözünə necə əfsanəvi, nəvi deyə bilərik. Yazılmışdı, həkk olunmuşdu sözünə yazılmışdı. Deyə bilərik. İndi bunlara uyğun olaraq, məsələn deyirəm ki, uşaqlar əfsanəvi larla maraqlanırlar. İndi həmin qarşılığın ifadə etdiyi mənanın mətndən kənar cümlədə işlədilməsini istəyir də bizdən. İndi yazılmışdı sözünə bəs nə yazaq? Məsələn deyirəm ki, tutaq ki, kitabın üstündə adı yazılmışdı. Bu formada qeyd eləyə bilərik. Demək, mətnin və qrammatika suallarının izahı bu qədər. Siz mətni əgər dinlədinizsə, videonu dinlədinizsə axıra qədər videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Sağ olun.